oxşayıb. Açıq qızıl gülləri. Hə. Və ana vətən dəyərlidir bizim üçün. Hər şeylə dəyərlidir. Hələ böyle məmləkətimizdə böyle bir şeylərin olması, ata ocaqların olması, bizi əskiyə götürməsi, hüzünləndirməsi, sevindirməsi. Mən nə zaman buraya gəlsəm, həm hüzünlənirəm, həm də şad oluram. Sevinirəm çünkü birincisi əmim oğlu yapıb bunu. İkincisi Mələkli Cumhuriyyətində bu var. Bizim için harika bir şeydi. Allah əmim oğlundan razı olsun. Sağ olsun. Ne güzel, ne Babası güzel. olsun. Ne güzel bir coğrafyadır. Dağın o tarafında Yusuf Bey, tamam, Şot şehrinde, İran'ın Şot şehrinde. Dağın bu tarafında Məşdibat Bey. Bir de dağın o yan qabağında Azərbaycanda asıl bizim bildiğimiz Məşdibat. Muhtemelen Sibirya'dadır mezarı. Çok güzel bir coğrafyadır. Bu Ağrı Dağı'nın 4 etrafında insanların birbiriyle akrabalığı var, bağı var. Bu çok güzel bir olaydı. Tabii, çok güzel.